Mən kiməm sualını mənə vermişdilər o vaxt. Yəni bir konferans idi xaricdə. Orada professor sual verdi ki, siz kimsiz? Biri dedi ki, hətta mən tanrıyam deyənlər oldu da Nəsimi tipli. Mən ruham, mən enerjiyəm, mən kainatam, mən zərrəyəm, mən insanam, mən prokuroram, həkiməm və s. bir çox suallar və cavablar gəldi. Yəni hər şeyi saydılar, bir şeydən başqa. Həmin gün o professor çox maraqlı bir cavab verdi. Dedi mən indiyə qədər yaşadıklarımın cəmi və gələcəkdə yaşayacaqlarımın da səbəbkarıyam. Aytən, indiyə qədər yaşadıklarının cəmidir. Uşaqlıqdan bu ana qədər, bu masaya qədər nə yaşamısan, o sənsən, səni formalaşdırıb. Ağrı, acı, kədər, sevinç, göz yaşı, xoş günlər, toy, evlilik, yas, itki, ölüm, doğum, hamısı bir yerdə Aytəni yaradır. Hiss etdiklərim və gördüklərimin. Hər şeyi toplasaq sənsən. Eyni zamanda bu gələcəyin səbəbkarıdır. Yaşayacaqlarının da səbəbkarı burada oturub.